Salam əziz izləyicilər. Bugün arıların fəaliyyətindən danışaq. Bilirik də çiçəklərin tozlanmasında arılar mühüm rol oynayır. Ən aktivi odur. Düzdür, qarışqaların da rolu var, başqa həşəratların da rolu var. Arılar deyəndə də bal arısı nəzərimizə gəlir. İlk ağlımıza gələn bal arısı olur. Amma başqa arı da var. Regionlarımızda eşşək arısı da deyirlər. Vəhşi arılar. Mənim bağımda da bir-iki dənə pətək var idi. O vəhşi arı pətəyi. Bax, bu ağacı mən bir dəfə ən məhsuldar ağac kimi çəkib göstərmişəm sizə. Xəstəliyə dözümlü və məhsuldar ağac kimi. İndi onun ən məhsuldar budaqlarını göstərəm. Azdan çoxdan nəsə var. Amma bir çox budaqları çox seyrəkdir. Məsələn, bu budaqda heç demək olar ki, yoxdur. Bir dənə əyrimçə bir meyvə var üstündə, qalanı meyvəsizdir. Bunun səbəbini nədə görürəm? Deməli, keçən il mənim nəvəmi arı sancdı. Uşaq çox qorxdu. Təbii də balaca uşaqdır, onda arı sancır, yandırır, qorxmalı idi, qorxdu da. Mən də bunu nəzərə alıb o arı pətəklərini uçurtdum. O vəhşi arıların pətəklərini uçurtdum. Nəticədə nə baş verdi? Keçən il çiçəkləyəmə vaxtı deməli bal arıları gəlməmiş, bax o vəhşi arılar gəlmişdi. Amma bu il vəhşi arı olmadı. Ona görə də tozlanma yaxşı getmədi mənim bağımda. Mən bu ikisini göstərirəm sizə. Əslində bütün ağaclarımda məhsuldarlıq aşağıdır bu il. Bax, o arı pətəklərini dağıtdım deyə tozlanma yaxşı getmədi. Və bu zaman mən bilmirdim ki, bu belə nəticə verə bilər. Çünki peşəmi, bağbanlıq peşəsini daha doğrusu dərindən bilmirdim. Xırdalıqlarını bilmirdim. Xırdalığı bilməkdə hər işdə insana kömək edir. Hətta yalançılıqda belə. Peşəkar yalançı olmaq üçün də peşəni yaxşı bilməlisən. Bir əhvalat danışım. Deməli, iki qardaş olur, yetim qardaş. Qardaşın biri yalançıdır. Maraqlı yalanlar danışır. Kəndində varlı hallı bəyləri filan, bunları həmişə gəzməyə gedəndə bunu özlərindən aparırmışlar. Qonaqlığa, gəzməyə, keyf məclislərinə. Kiçik qardaş oturur, fikirləşir, mən də onun qardaşıyam da. Onun üstünlüyü bir dənə yaxşı yalan danışmağındadır, maraqlı yalanlar. Keyfə baxır özü üçün. Müf yeyir, içir, keyfə baxır. Mən də yalan danışacağım. Və gəlir doqqaza, cəmaatın içində. Deyir, bilirsiniz nə var? Axşam göydən it səsi gəlir. Bunlar deyirlər, qardaş, it səsi yerdən gələr, göydə it nə gəzir, necə səsi gəlirdi. Bu deyə bilmirəm də, ona görə danışıram ki, siz də bir izah verəsiniz ki, nətər olur göydən it səsi gəlir. Başlayırlar bundan məzələnməyə, şəkişi, nağıl danışma, göydən it səsi gəlməz, ged özünə, başımızı qatma bizim. Bu ara əsnada böyük qardaş gəlir, o peşəkar yalançı. Gəlir deyir, nə səs güydü? Gülürlər ki, qardaşındır da bizi güldürür. Ağzına gələni danışır, deyir, göydən it səsi gəlir. Bu tez sifətini ciddiləşdirir. Qardaşın deyir, günün nə vaxt idi? Deyir ki, axşam gün təzə batmışdı. Ay, sağ ol, mən də rahatlandım. Deməli, pişik deyilmiş, küçükmüş o. Deyirlər, nə, hası? Deyir, axşam qonşu kənddən gəlirdim. Gördüm, bu kənd tərəfdən bir dənə qartal qalxdı. Caynağında da bir heyvan var, pişiyə oxşatdım. Elə bildim pişikdir. Sən demə, bu it imiş.
küçüğümüş. Ha, təzədən bu gülənlər dayanır deyir, hə, düz deyir dana yazıq uşaq. Biz də bunu ələ salırıq. İndi fikir verin o peşəkarlığa. Bax mən bilsəydim ki, o arıların pətəyini dağıtmaqla məhsuldarlıq az olacaq ağaclarımın, bəlkə də dağıtmazdım. Amma artıq bilirəm. Ona görə sizə də tövsiyə edirəm ki, o vəhşi arıların pətəklərini dağıtmayın. Dağıtsaz da yarısını dağıtın, heç olmasa biraz qalsın. Sağ olun, sağlıqla qalın.